Bəzi qardaşlar təmiz yaşına çatmış övladlarına namaza əmr etmirlər. Özləri namaza duranda onları da namaza çağırmırlar. Xüsusilə sübh namazı vaxtı gələndə onları oyatmağı qıymırlar və uşaqdır, qoy yatsın deyirlər. Bəli. Lakin məktəb vaxtı çatanda uşaq ağlasa belə onu yuxudan oyadılıb mütləq şəkildə məktəbə göndərirlər. Əgər valideynlər təmiz yaşına çatmış uşağa namazı əmr etmirlərsə, günah qazanırlarmı? Allah qorusun. Gözəl sualdır. Allah razı olsun sualın sahibindən, sizdən də. Ümumiyyətlə, dərsə başlayanda da vaxtı danışdıq, səhv eləməmsə. Biz bilməliyik ki, bizim yaradılış qayəmiz var. Biz bu dünyaya nəyə görə gəlmişik? Allaha ibadət eləmək üçün. Biz Allaha ibadət etməliyik, Subhanahu Teala. Yəni biz də, özür istəyirəm, bizim ailələrimiz də, evlatlarımız da. Hər birimiz nədir? Allaha ibadət etməliyik. Təmiz, yəni bir mənada bir şeyi ayırt etmək. Madam ki, o uşaqlar ayırt edə bilirlərsə, müəyyən bir yaşlar var şəriətdə. Sizin də bildiyiniz kimi 10 yaş, 11 yaş, 12 yaş. Artıq bu uşaqlar böyük uşaqlardır. Elə deyilmi? Bu uşaqları qalxızmaq lazım namaza. İcazəli deyil ki, onlara nə deyil? Bu onlara, bu nə demək ki, qoy yatsın, heç namaz, rəhm etmək. Bu rəhm etmək deyil. Bu əksinə zülm etmək də Allah qorusun. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, uşaqları 7 yaşından öyrədin. 7 yaşında bura qayıdacağam inşallah. Buranı unutmayaq. Barakallahu fikum. Niyə görə deyirəm bu onlara zülm etməkdir? Ona görə ki, Allah qorusun biz bunlara belə deyək də şərait yaradırıq ki, bunlar yatsınlar bu uşaqlar. Sabahlar bu uşaq böyüyəcək 13 yaş, 14 yaş, 15 yaş, 16 yaş, subhanallah. Sabah deyəcək ki, ayətə mən namaz qılmıram. Və yaxud mən başımı bağlamıram. Allah qorusun. Qızlardırsa. Ona görə onları nədir? Həvəsləndirmək lazım. Öyrətmək lazım onlara. Sonra buna səbəb olan kim olacaq? Ata olacaq. Bu onun üçün zülmdür, Allah qorusun. Bu onun üçün rəhm etmək deyil. Yəni sübh namazı varsa o zülm olmalı, Allah qorusun. Hasanla burada uşağa şəfqət etmək gəlib. Sübh namazı gözəl bir vaxt, elhamdülillah. Bütün insanlar qalxmalıdır sübh namazını qılmağa. Bütün insanlar qalxmalıdır. Ona görə o evladlar ki, təmiz vaxtına çatıblar, qardaş buyurdu o kimi, o vaxtı, həmin vaxtı uşaqları qalxızmaq lazım. Həmin uşaqları 10 yaşları var, 11 yaşları, onları qalxızmaq lazım ki, namaz qılsınlar. Qaldı ki, siz orada qardaş buyurdu ki, bəs məktəb vaxtına, subhanallah, dünyavi məsələlərə görə biz qalxızırıq evlatlarımızı, Allahın haqları, insanlar Allah qorusun, gərək Allahın haqlarını heç bir şeydən önə çəkməsin. Hər bir şeydən öncə Allahın haqqı gəlir. Hər bir şeydən öncə nədir? Allaha ibadət etmək gəlir. Bizim bu yaradılış qayəmizdir. Allah bizi buna görə xəlq edib ki, biz Allaha ibadət edək. Subhanallah, gecə gündüz. Biz evlatlarımızı özür istəyirəm, o gedək. Evlatlarımıza başlayalım gözəl şəkildə. Ay oğlum, ay qızım. Bizi Allah buna görə xəlq edib. Həm də ki, elhamdülillah yadıma düşdü. Bayaq dediyim məsələ. Peyğəmbər sallallahu əleyhi və səlləm buyuranda ki, 7 yaşından onlara namazı öyrədin. Bu bilsin nə deməkdir, Mirzə qardaş? Yəni 7 yaşından 10 yaşına kimi 3 il vaxt. Gündə 5 vaxt namazdan neçə vaxt edir? Neçə 100 namazlar edir? Neçə min namaz edir? Ola bilərmi ki, 7 yaşından uşaq başlasın namaz qılmağa, 10 yaşında desin ki, mən namaz qılmaq istəmirəm? Mümkün deyil. Yəni 3 il ərzində gündə 5 vaxt namaz. Ata evdə olanda ata deyəcək. Ata evdə olmayanda ana deyəcək. Ana deyəcək ki, ay qızım, ay oğlum, gəl namaz qılmaq vaxtıdır. Qalx namaz qılmaq vaxtıdır. Ola bilsin ki, ata işdə ola bilər, müəyyən səbəblərdən dolayı evdə olmaya bilər, amma ki, analar gəlnə etsin, evdə idarə etsinlər. Anaların da üzərinə çox nədir? Məsuliyyət düşür. Yadıma gəlir, müəllimlərdən biri danışırdı. Deyirdi ki, İmam Şafiləri şafi edən analar deyildimi? İmam Əhmədləri Əhməd edən analar deyildimi? Subhanallah. Fikir versiniz, anaların da böyük rolu var evdə. Analar da, atalar da gərək bu məsələ üçün nədir? Ciddi şəkildə Allaha dua etsinlər şübhəsiz ki, birinci və səy göstərsinlər. Yəni bu məsələdə güzəşt eləmək olmaz. Allahın haqları ilə bağlı məsələlərdə güzəşt eləmək olmaz. Kim olursa olsun. Şübhəsiz ki, nədir? Hikmətli şəkildə, gözəl şəkildə uşaqları qırmamaq şərti ilə qəlblərini qırmamaq şərti. Ola bilməz ki, yəni bizlərdən birimiz evlatlarımıza gözəl şəkildə baş salaq, o uşaq sevməz. Çünki nəyə görə? Allah subhanahu wa ta'ala o hər bir insanın qəlbinə fitri olaraq ibadəti qoyub. Elə deyilmi? Sadəcə olaraq yönətmək lazım. Kimlərsə bunu qıraqdan səhv görürsə, govud şəkildə görürsə, o insanlara heç vaxt deyilmi? Bax, ona görə. Fikrimi çatdıra bilərəm. Kimsə atası, anası evdə heç vaxt ona deməyib. Heç atası, anası namaz qılmaq olmayıb. Heç vaxt deməyib ki, ay oğlum, namaz qılmaq lazımdır. Yəni, gündə 5 vaxt. Ona görə ona ağır gəlir. Biraz sanki belə bu davranışları govud görür. Heç bu cürə etmək govudluqdur. Govudluq deyil. Əksinə nədir? O uşaqlara öyrətməli ki, Allaha ibadət etmək lazım.
Allah bizi buna görə xəlq edib. Gündə 5 dəqiqə, 3 dəqiqə evlatlarımızla bu vaxt ayırıb onları öyrətmək lazım. Çünki niyə görə? Allah sizdən razı olsun, uzun olmasın. Biz bilmirik nə qədər yaşayacağıq. Biz bilmirik nə qədər yaşayacağıq, düzdür? Bu yandan da Allahın vədi var. Hər bir nəfs ölümü dadacaqdır. Ola bilsin ki, mən amid olaraq Əhməd, Muhammed 5 il yaşayaram, 3 il yaşayaram, Allah faydalı itaat üzərində ömür versin. Sabahları bəs mən bu dünyadan köçüb gedəndən sonra arxamıza qoyub getdiyim evlatlar, onlar ibadət eləməyəndə nə cür olacaq? Allah Teala soruşmayacaq ki, sənə evlatlar bəxş etmişdir. Sənə kör uşaqlardan fərqli olaraq ki, görən göz, ikisi də gözləri görən uşaq vermişdir. Karlardan fərqli olaraq sənə eşidən uşaq vermişdir. Şikəstlərdən fərqli olaraq sənə yeriyən uşaq vermişdir. Sən bunlar niyə görə mənə ibadət etməyi, hansı ki bilirdin? Mənə ibadət niyə görə çağırmadın? Biz Allaha nə cavab verəcəyik? Ona görə tək biz bu dünyada fikirləşməyəcəyik. Biz nədir? Ahirətdə fikirləşəcəyik. Ömər bin Abdülaziz rahimehullah dünyasını dəyişəndə Ömər bin Abdülazizin evlatları çox idi. Cəmaət gəlir, belə deyək də, ölüm ayağında deyirlər ki, sən çoxlu evlat tərk edib gedirsən ardınca. Bəs onlar üçün nə qoyub gedirsən? Miras olaraq. Ömər bin Abdülaziz Nisa surəsində bir ayə var, unuttum. O ayəni oxuyur. Ayənin məğzi olaraq yadımda qalıb ki, sanki onlara Allahın təqvasını qoyub gedirəm. Allahın təqvasını qoyub gedirəm. Yəni onlara Allah qorxusunu öyrətmişəm. Yəni kimsə ardınca zürriyyət qoyub gedərsə, onlara nə deyir? Yadıma düşdü elhamdülillah. Təqvanı və bir də nə deyir? Sadiqliyi öyrətsin. Hətta tarixçilər deyirlər ki, Ömər bin Xattabın radiyallahu anh evladları döyüşlərdə yüzlərlə, dəvələrlə, atlarla girirlər döyüşə, subhanallah. Fikirirsiniz? Necə imkanlı oldular. Sonra Allah onları necə varlandırdı. Yüzlərlə, dəvələrlə, atlarla döyüşlərə qatılırdılar. Radiyallahu anh. Niyə görə? Nə qoyub getmişdi Mirzə qardaş? Təqvanı qoyub getmişdi. Ona görə biz evladlarımıza təqvalı olmağı öyrətməliyik. Allaha ibadət etməyi öyrətməliyik. Yəni bu bizim yaradılış qayəmiz, bu bizim içərimizdən gəlməlidir. Yəni bu məsələlər bizim qəlblərimizi narahat etməlidir və qəlblərimizi parçalamalıdır. Əgər qəlblərdə ataların, anaların narahatçılıq yoxdursa, Allah qorusun. Bu hal yaxşı hal deyil. Allahdan dilərəm ki, Allah Teala evlatlarımızı, bütün müsəlmanların evlatlarını qorusun, salihlərdən etsin. Allah Teala bizim günahlarımızı bağışlasın naqisliklərə görə. Biz Allahdan dilərəm ki, Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah sizdən də razı olsun Mirzə qardaş. Barakallahu fikum, əhsanallahu ileykum. Subhanakallahu və bihamdik, əşhədu an la ilahe illə entə, əstəğfiruka və etûbü ileyk.